Hər kəs salamlayıram dostlar. Bu videoda mən sizə qammalar haqqında danışacağam. Qammalarda diez və bemolların ardıcıl necə artdığını göstərəcəm və bir neçə üsuldan istifadə edəcəyik biz. Birinci üsul kvinta dairəsi dediyimiz. Məsələn, do notundan do notuna qədər major qamması ifadə etsəm, görəcəyik ki, heç bir diez və yaxud bemol yoxdur. İndi do notundan 5 not sayacağım sağa. 1, 2, 3, 4, 5. Düşdü sol notuna. İndi sol notundan sol notuna qədər major qamması ifadə edəndə 7-ci not diyez olacaq. Baxaq. Artıq fa yox, fa diyez olacaq. İndi yenə sol notundan 5 not sağa saysam 1, 2, 3, 4, 5. İndi re notundan re notuna qədər artıq fa diyezimiz var bizim və yenə 7-ci not diyez olacaq. Artıq do yox, do diyez olacaq. Və beləcə 5-5 sayaraq diyezlər artmağa başlayır. İndi bemollar necə olacaq? Bemollar yenə do notundan sol tərəfə 5 not sayacağım. 1, 2, 3, 4, 5. Artıq fa notundan fa notuna qədər qamma ifadə edəndə hər dördüncü notumuz bemol olacaq. Artıq si yox, si bemol. Beləcə fa notundan yenə 5 dənə not saysam, artıq si yox, si bemol olacaq. Çünki artıq si bemolumuz var. Və si bemol notundan mən qamma çalsam, artıq mi yerinə mi bemol. Burada da beləcə bemollar artaraq gedir. Digər üsul isə, məsələn, major qammasının sxemasına baxırıq. Ton və yarım tonlarla. Məsələn, do ilə re arasında bir ton fərqi var. Ton, ton, yarım ton. Ton, 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 yarım ton. Biz bu sxemanı bütün notlara kopyalayıb qoysaq, eyni nəticəni alacaq. Yəni, bu yolla da siz qammaları çox rahatlıqla tapa bilərsiniz. Növbəti videolarda digər qammalar barədə də danışacağım. Yəni, qədim ladlar nədir? Yeri gəlmişkən paralel minorun da deyim sizə. Məsələn, hər bir majorun paralelli minoru olur. Yəni, do majorun paralelli minoru ton yarım sola getsəm, la notudur. La'dan la'ya qədər qamma çalsam, görəcək ki, heç bir diyez və bemol yoxdur. Bunu bütün qammalara tətbiq edəcəyik. Və növbəti videolarda qədim ladlar barədə danışacağam. Ətraflı danışacağam bu barədə. Bu çox bizim üçün faydalıdır. Əsasən caz improvizələri eləyəndə bizim üçün çox vacibdir bunlar. Dostlar, izləmədə qalın, paylaşın, rəylərinizi yazın. Hamıya uğurlar arzulayıram.